Mən buradan həqiqəti söyləyirəm. Mən yalan danışan adam deyiləm. İstəyirsinizsə, tibb universitetində oxuyan qohumlarınız varsa deyin və çıxın, deyin ki, Rəşid müəllim, sən yalan deyirsən. Bircə keyfiyyətə fikir verilsə, bizim universitetimiz baş universitetlərdən biri olacaq. Mən əminəm buna. Keyfiyyət dedikdə nəyi düşünürsünüz? Müəllimlərin savadlı olması. Hə. Bax, Yaxşı müəllim qrupu mən kitab yazmışam. O kitabda yazmışam. Azərbaycan Tibb Universitetində yüksək keyfiyyətli həkim kadrların hazırlanması üçün 5 şərt ödənilməlidir. Birincisi, ən birincisi nədir? Tələbələri alışdırmaq lazımdır, sevdirmək lazım elmə. Motivasiya yaratmaq. Məsəl üçün, mən nətərdir? Bax, EÇS var, eritrositlərin çökmə surəti. Köhnə ROE deyirlər, reaksiyası edən eritrositdir. Onun 4-dən 12-yə qədərdir. 4-dən aşağısa da xəstədir, 12-dən yuxarısa da xəstədir. 4-dən aşağısa deyirəm, ay tələbə, bu vegetativ sinir sisteminin nevrozudur. Niyə? Simpatik sinir qıcıqlandıqda zülalların miqdarı azalır qanda. O zülalın əmələ gəlməsini ləngidir. Zülal yapışdırır eritrosit, tez çöktürür. 4-dən aşağı EÇS varsa bu çox əsəbi adamdır. Bunu mütləq nevropatoloqa göndər. Bircə analizlə. Qanın bir. Əgər 4-dən çoxsa, görün nədir? Bunda diri mikrob var, burada iltihab var, hansı orqanındasa və ya infeksiyon xəstəlikdir, virusdan başqa. İmmun cisimcikdə zülaldır. Zülal çoxaldığı üçün zülal da bir-birinə yapışdırır, tez çöktürür.